dostlar, yepyeni videomla karşınızdayım. Bugün 2 dənə YouTuber'a çox reaksiyan bildirəcəm də bildiyimiz kimi. Bunlardan biri İlkin Feyziyevdir, biri də Fərəddir. Deyim daha sizə nəyə görə belə qıcıq kimi gəlir də onların videoları. Birinci İlkin Feyziyevdən başlayaq. Yəni dostlar, bu İlkin Feyziyev düzdür. Kanalı 100K olubdur. Mən onun abunəsini heç nə deyə bilmərəm. Amma özünü şişirtməsi də çox da qardaşım, egosu nə güyə nə yerə sığmır. Eləm ki, durub keçən dəfə bir video çəkibdir ki, nə bilim 5 ay əvvəl bu 100K bağış gəlib bunun 2-3 videosuna. Durub video çəkib deyir ki, 5 ayda Azərbaycanda hansı YouTuber yəni bu qədər 5 ayda 100K yığa bilər. Yəni qardaşım, Zeus, Harun Live, bunlar hansı günə durur? Bunlar var ya, 2-3 saatı ancaq elə 20K, 10K bağış yığır. Düşün ki, 2-3 günə 100K yığar da qardaşım. Sən burada nə durub danışsan? Lap 2-3 gün olmasın, olsun 1 ay. Zeus video paylaşıb da 1 ay əvvəl 140K bağış tutubdu. Sən nədən danışsan? Bu videonun videosu bura gəlsin. 2 aya 132 min izlənmə. Bitdi mi? Bitmədi. 124 min, 107 min. 2025-ci ildə Azərbaycan YouTube'unda bu tərz videolar çəkib mənim qədər izlənən bir nəfər göstərin mənə. Görürsə YouTuberciklər gedib qız tutma prankları çəkməklə deyil, ya da oturub ancaq reaksiya videosu çəkməklə deyil. Belə də eləmək olur. Sonra da deyirlər Azərbaycanda YouTube yoxdur. Ay YouTube yoxdursa niyə o qədər izlənirəm? Dəstək olan hamını öpürəm canım. Yəni gördüyünüz kimi dostlar, bu insanın egosu nə yerə nə göyə sığmır. Nəysə, bunu tullayaq bir qırağa, gözlüyün sizə tullamağa göstərim bunu. Baxın, bu İlkin Feyziyevdir. Bunu tulladıq bir qırağa. Keçək Fərəcə. Dostlar, Fərəcdən də, yəni necə deyim, onun da abunəsindən belə narazı deyiləm də. Onu da mən YouTuber kimi sayıram, abunəsinə də heç nə deyə bilmərəm. Sadəcə bilirsiniz necə durub millətə reaksiya videosu çəkir, o qıza reaksiya videosu çəkir, bu oğlana reaksiya videosu çəkir. Yəni sanki dostlar, elə bil bunların qeyrətini bu çəkir. Qardaş, sən nə işinə qalıbdır ki, nə videosu çəkir, kim nəyi xoşlayır? Sən nə işinə qaldı? Oturduğun yerdən düzdür, abunəni qazanırsan. Amma onu kimisə pisləmək də deməyək də, yəni onun əvəzinə sən abunə kasırsan, ona sən nəyə görə reaksiya bildirirsən ki, sən belə çıxır ki, sən onların qeyrətini çəkirsən də. Yəni nətər deyim, bu insan heç də ancaq millətə reaksiya videosu çəkir. Yəni çoxsu deyəcəkdir ki, yorumlarda sən nə bilim bunlara niyə belə fikirlər bildirirsən? Qardaş da internetdə qabağıma çıxmaqda məni bura yox, bura yığıqdır da, yəni bu iki insanın egosu yəni nə yerə nə göyə sığmır da, necə deyim sizə. İndi İlkin Feyziyevi bir dənə şapalaq qoyduq, saldıq yola. Fərəci də naraq. Fərəci də tutaq. Bu Fərəc. Fərəci də qoyduq bir kənara. Dostlar, nəysə, öpdüm sizi. Siz mənim ürəyimsiz. Hamınızı sevirəm. Sağ olun.